Bugün cümə günüdür. Hayırlı cümələr. Hər kəsi müsəlman qardaşlarımız, əziz müsəlman qardaş və bacılarımız, sizin cümə gününüz mübarək olsun. Gözəl bir gündür. Bugün mələklərin enən vaxtıdır. Allahın bizləri sevən vaxtıdır. Nə gözəl cümədir müsəlmanlara, cümədə bol namaz qılma vaxtıdır. Hayırlı, uğurlu cümlələr diləyirəm. Cümə gününüz mübarək olsun. Bu mübarək gündə sizə uzun ömür, can sağlığı arzulayıram. Qoy ömrünüz təmiz, pak, təravətli olsun, könlünüz açıq olsun. Kayla Beach otellerde mi? Ömrünüz, gününüz qoy mutlu olsun, təmiz olsun. Cümə gününüz mübarək olsun. Deyir, ey müsəlmanlar, qəlbləri qırmayın, ürəkləri bulandırmayın. Hayırlı, oxuyun Quranı. Quran böyük bizim kitabımız. Deyir, dinimiz İslamdır, kitabımız Quran. Quranda yazılı Allah kəlamı. Oxuyun Quranı, bilin dünyanı. Quranda yazılı Allah kəlamı. Yəni İslam dinimiz pak bir dindir. Peyğəmbərimiz Muhammed Rəsulullah. Muhammed Peyğəmbərdir. Var olasınız. Sizi şad olasınız, bərqudar olasınız. Əziz müsəlman bacı və qardaşlarımız. Sizə salam söyləyir, hörmətlə. Sizlərə salam söyləyirəm. Gözəl insanlar, hörmətlə İsmail Zadə. Bəli, bu mübarək gündə sizə gözəl nailiyyətlər, uğurlar. Unutmayın dinimizi. Hörmət edin. Ən təmiz bir dindir. Cümə gününüz mübarək olsun, əziz dostlar və qardaşlar. Salam söyləyirəm sizə. Türkiyədən, gözəl Türkiyədən, İslamın ən gözəl mərkəzi, yəni İslamı sevən, güclü qoruyan, İslamın güclü qoruyucusu Türkiyə, gözəl Türkiyə, canım Türkiyə. Qardaşdır Türkiyə Azərbaycana. İki dövlətik, bir millət. Hər zaman canım döyünür səninlə. Yaşa mənim canım Türkiyə. Yaşa mənim canım Türkiyə. Ucalan bayraq heç vaxt enməsin. O gözəl könlünüz gül çiçək olsun. Hər zaman var ol səni Türkiyə. Qardaşdır Azərbaycana, böyük Türkiyə. Türkiyədən salam söyləyirəm hər kəsə. Ürəyim səninlədir, mənim Türkiyə, yaşa Türkiyə, Azərbaycan. Bayraqlarımız hər zaman ucalsın. Yüksələn bayraq bir daha enməsin. Salamlar olsun Türkiyəyə. Türkiyə, Azərbaycan. Can. Hörmətlə İsmail Zadə.